Salam dostlar, hər birinizi xoş gördük. Toyuqlar və Cücələr kanalının hər birinizi salamlayıram. Dəyərli dostlarımız, bu gün mən sizlərə möhtəşəm bir preparat haqqında danışmaq istəyirəm. Və təbii ki də öz təsərrüfatımda mən bunu eksperimentdən keçirdim və bunun nəticəsini sizlərlə paylaşıram. Dəyərli izləyicilərimiz, bugünkü mövzumuz əsasən də cücələrin, çolpaların, toyuqların, nə bilim inəklərin, malqaranın, qoyunun, quzunun, hündüşqadır, ördəkdir, qazdır, bildirçindir. İstənilən heyvanların, yəni it də ola bilər, pişiyi də ola bilər, istənilən heyvanın həm yüksək belə deyək də produktiv olması, yəni verimli olması və eyni zamanda da bütün xəstəliklərin müalicəsində və eyni zamanda bütün xəstəliklərin profilaktikasında istifadə olunan o cümlədən toyuqlarda yumurta verimini yüksəldən, həmçinin bir şey də əlavə etmək istəyərdim dəyərli dostlarımız. Toyuqlarda yumurta oranının mayalı olmağının daha da gücləndirən bir belə deyək də preparat haqqında sizə məlumat vermək istəyərdim. Dostlar, videomuza keçməmişdən öncə kanalımıza abunə olun, bəyənin və bilməyənlərin qarşısına çıxsın, onlardan məlumatlansınlar. Neysə dostlar, keçdik videomuza. Dəyərli və əziz dostlarımız, videomuzun əvvəlində də sizə qeyd etdim ki, bugünkü mövzumuz çox gözəldir, çox idealdır, çox möhtəşəmdir. Dostlar, bugünkü sizə məlumat verəcəyim preparat, təbii ki də bu dərman, dəyərli dostlarımız, harada satılır? Baytarlı apteklərində satılır. Ekranda gördüyünüz ACD Fraksiya 2. Dəyərli dostlar, möhtəşəm bir preparatdır. Əminəm ki, təsərrüfatçıların 90% bilmədiyi bir preparat haqqında danışacağım. Bu preparat, dəyərli izləyəcəyimiz, ilk öncə vizual bir görünüşünə baxaq. Təbii ki, Rusiya istehsalıdır. Bax, bu cür qaydada olur, yəni şüşə qabdadır. İstifadə qaydasını sizlərlə paylaşacağım. ACD Fraksiya 2 qaloqramması da üzərindədir. Çox spesifik qoxuya malikdir. Yaxşı olar ki, bu preparatdan istifadə edərkən, yəni kimlərinsə iyə qarşı həssaslığı varsa, maska, tibbi maskadan istifadə etsin. Yəni çox belə xoşa gəlməz bir qoxusu var. Dostlar, ələxsus ACD 2 Fraksiya. Əsasən mən bugün danışacağım qanadlılarda, yəni ələxsusda toyuqdur, cücədir, çolpadır bu hallarda. Dostlar, mən bir şey vurğulamaq istəyərdim ki, bu əlimdə tutduğum ACD Fraksiya 2 preparatı, belə deyək də, arı südü can dərmanı. Həqiqətən, sözün əsl mənasında yüksək keyfiyyətli və güclü stimullaşdırıcı immunomodulyator və yaxud da immunostimulyatordur, dəyərli dostlar. Bax, bunu unutmayaq. Bu nə deməkdir? Yəni, ilk öncə cücələrdə, toyuqlarda, çolpalarda immuniteti daim yüksək səviyyədə saxlayır. Hətta xoruzlarda aktivliyi çoxaldır və bu da toyuqların yumurtasının mayalı olma oranını daha da gücləndirir. Və eyni zamanda toyuqların yumurtasına çıxan cücələr çox mükəmməl və möhtəşəm olur. Dostlar, mən deyərdim ki, bu toyuq cücə saxlayırıqsa, bu preparatı biz əlimizin altında daim saxlayaq. Çox mükəmməl bir preparatdır. Ələxsusda toyuqlarda hansı xəstəliklərdə istifadə olunur, onu mən vurğuluyum. Mədə-bağırsaq problemi olan toyuqlar, cücələr fərqi yoxdur, nə xəstəliyi olur olsun. Eyni zamanda yuxarı tənəffüs yollarının infeksiyon iltihabı xəstəliklərində istifadə olunur. Möhtəşəm nəticə alacaqsınız, necə ki mən alıram. Və bundan savayı, dəyərli dostlar, toyuqlarımızda ayaq tutulması və yaxud da cücələrimizdə ayaq tutulması, ay mən nə bilim, qarın getməsi, ay nə bilim, qıxıltısı, asqırması, pıxıltısı, yəni bu kimi bütün problemləri ACD Fraksiya 2 öz üzərindən öhdəsinə düşmüş vəzifəni layiqincə yerinə yetirir. Və bundan əlavə mən bir şey də vurğulamaq istərdim ki, dəyərli dostlar, ACD Fraksiya 2 istənilən bütün heyvanlarda, ələxsusda ev heyvanlarında keçərlidir. Mən bir şey də demək istəyərdim ki, dostlar, toyuqlarınızın yüksək verimli olmasını istəyirsinizsə, yəni hətta daha sağlam olmasını istəyirsinizsə, ACD Fraksiya 2 dərmandan mütləq şəkildə istifadə etmək lazımdır. Mən bir şey də vurğulamaq istəyərdim, dəyərli dostlarımız, bir şey də unutmayaq ki, ACD 2 Fraksiya preparatı bir ayından sonraki cücələrdə istifadə etmək olar.
Yəni cüzənin 30-cu günündən sonra. Yaxşı, belə deyək də 30-cu gündən əvvəl istifadə edənlər də olub, amma yaxşı olar ki 30-cu gündən sonra edəsiniz. Yəni bir şey uzun sözün qısası, çox sizdə yormayım. Sizin bu dərmandan istifadədən sonra heyvanlarınızda, yəni ələxüsusda toyuq cüzələrinizdə fərqliliyi hiss edəcəksiniz. Daha aktiv, daha gümrah, daha şux və eyni zamanda tüklərinin çox gözəl, parıltılı olması və bundan savayı da möhtəşəm yumurta verimli olması da şərtdir. Əgər bu danışıqlarımı daha belə deyək də böyüyünü istəyirsinizsə, öyrənmək istəyirsinizsə, elə Google axtarış bölməsində asedifraksiya 2 yazmaqla siz bu preparatın necə deyərlər, istifadə qaydası və eyni zamanda da təsiri, farmakoloji xüsusiyyətlərini rahat bir şəkildə oxuya bilərsiniz. İstifadə qaydası, dostlar, hamı sual verəcək, bəs yaxşı, istifadə qaydası necədir? Dəyərli dostlar, istifadə qaydası 1 litrə 1 qram veririk, 2 gün qarşılarında saxlayırıq suyu, həmən bu dərmanlı su içirlər. 2 gündən sonra mütləq şəkildə götürmək lazımdır, çox mütləq şəkildə götürmək lazımdır və yaxşı olar ki 5 gün fasilə verəsiniz. Yəni 5 gün sularına qatmayasınız və nəhayət 5 gündən sonra yenidən təkrarlaya bilərsiniz. Bu qədər bəsit. 1 litr suya 1 qram qatmaq şərti ilə. İstər toyuqlarda, istər çolpalarda, istərsə də cüzələrdə. Nəticəni görəcəksiniz. Əminəm ki, çox xoşunuza gələcək. Bu arada dostlar, ekranda gördüyünüz bizim toyuqlarımızdır. Tüklərinin necə şıx olduğu göz qarşısındadır. Maşallah olsun. Çox yarki, parıltılı, həddindən artıq parıltılı tükləri də var. Bu bizim yenicə. Baxın, tüklərini mən sizə ümumiyyətlə adi toyuqdan sizə göstərim. Onların pipiklərinin qızartısı, onların aktivliyini özünüz rahat bir şəkildə görə bilərsiniz. Hətta iri bir xoruzum da var, onu da göstərim sizə. Mükəmməldir dostlar, bir sözlə mükəmməl bir preparatdır. Mən öz təsərrüfatımda bunu istifadədən keçirtmişəm rahat bir şəkildə, özünüz də görə bilərsiniz. Bu da nəticəsi. Baxın. Bu qədər bəsit. Bu arada dostlar, Xarkov yumurtası da var. Kim istəsə əlaqə saxlayıb sifarişini verə bilər.